Salam əziz abituriyentlər və fizika sevərlər. Elektrik sahəsinin potensialı haqqında danışırıq bu videomuzda. Demək, nədir potensial? Elektrik sahəsi bundan əvvəlki dərslərimizdə keçmişdik də, necədir belə oxlardan, qüvvə xətlərindən, intensivlik vektorlarından ibarət bir sahədir. Bir cins elektrik sahəsi. Burada ümumiyyətlə istər bir cins olsun, istər qeyri-bir cins olsun, sahənin verilmiş nöqtəsindəki sınaq yükünün hər hansı bir yük gətirilir. Bura tutaq ki, müsbət yükdür və ya mənfidir. Tutaq ki, bu da mənfidir. Fərqi yoxdur. Bu sınaq yükünün potensial enerjisinin həmin yükün miqdarına olan nisbətinə bərabər bir fiziki kəmiyyətdir. Bu yük elə bir ki, daxil ediləndə, baxın, dedik ki, potensialın düsturu nədir? Həmin o yükün potensial enerjisinin yükün miqdarına olan nisbətidir. Sınaq yükünün miqdarına olan nisbətidir. Buna intensivlik xətləri də qeyd edək. Burada, baxın, bu müsbətdir. Tutaq ki, müsbətdir. Müsbətdən çıxıb mənfiyə daxil olan bir qüvvə xətləri içərisindədir də. Müsbət də müsbət istərləzinə görə müəyyən bir yol qət edir. Müəyyən bir iş görür, potensial enerjiyə sahib olur. Həmin o potensial enerjinin də bu yükün öz miqdarına olan nisbəti potensial adlanan bir kəmiyyət ilə xarakterizə edilir. Həmin bu potensialın daha doğrusu vahidi də transkripsiyada yazaq. 1 joule bölünsün kulon olacaq. Onu da açsaq əsas vahidlərlə, beynəlxalq sistemdə əsas vahidlərlə açsaq, kiloqram vurulsun metr kvadratı, bölünsün amper vur saniyə kubu, bölünsün amper vur saniyə kubu. Belə, buradakı gəlir çıxır 1 volta. Bunu yadda saxlayırsınız. Belə. Aha. Demək, burada WP indeksində P yazılan bu potensial enerjidir. Q isə sınaq yükünün miqdarıdır. Yükün potensial enerjisini buradan tapdıqda, VP bərabərdir fi vurulsun Q fi, yəni. Burada bir qrafik yaza bilərik. Bu qrafik potensial enerjinin Q ilə fi'dən asılılığıdır. Potensial enerji Q-dən də fi'dən də düz mütənasib asılıdır. Q-dən də fi'dən də düz mütənasib asılıdır. Elektrik sahəsinin potensialı yükün potensial enerjisindən və sınaq yükünün miqdarından asılı deyil. Elektrik sahəsinin potensialı, baxmayaraq ki, potensial enerji onlardan asılıdır, amma potensialın özü onların heç birindən asılı deyil. Nə bundan, nə potensial enerjidən, nə də yükdən asılı deyil. Bunu qeyd olaraq yadınızda saxlayarsınız. Daha sonra, qeyd açmışam mı? Aha, açmışam. Daha sonra, burada nə gəlir? Orada intensiv xətləri qeyd edək. İntensiv xətlərin istiqamətində elektrik sahəsinin potensialı azalır. Bunu əvvəlki dərslərimizdə də demişdik. Müsbət yükün intensiv xətlə istiqamətçi potensial enerjisi azalır. Mənfi yükün isə potensial enerjisi artır. Çünki bu elə bir ki, gəlin belə deyək də, gəlin çəkək. Bir cins elektrik sahəsinin xətlərini çəkək. Bunlar intensivlik xətləridir. Müsbətdən çıxıb mənfiyə daxil olan bir vektorlardır. Aha, bir cins elektrik sahəsidir. Burada biz deyirik ki, potensial mənfiyə doğru azalır. Müsbət tərəfdə potensial yüksək olur. Aha, bundan əvvəl bir neçə dəfə təkrar etdiyimiz kimi, təkrar deyirəm, potensial mənfiyə doğru getdikcə nə olur? Azalır. Bu tərəf, məsələn, tutaq ki, burada fi1-dir, burada fi2-dir, burada fi3-dür, məsəl üçün. Burada əldə elədiyi potensial fi1-dir, buradakı fi2, buradakı fi3-dür. Tutaq ki, bu zaman deyirik ki, fi1 ən böyüdür, fi2 ondan kiçikdir, fi3 onlardan da kiçikdir. Get-gedə azalır. Aha. Elektrik sahəsi görürsünüz hal-hazırda ekranda. Bura müsbət və mənfi yük daxil edəcəm və daxil etdiyim həmin yüklərin potensial enerjilər və potensialları arasındakı müqayisəni qeyd edəcəm. Baxaq, tutaq ki, müsbət yük daxil edirik. Əvvəlcə onu deyim ki, müsbət yük elektrik sahəsinin intensiv xətləri istiqamətində
hərəkət eləyirsə, potensial enerjisi azalır. Qeyd edirik ki, yükü biz burada deyirik ki, bunun elə bil ki, yükü nədir? Müsbət yükdür. Qeyd edirik. Buradan bu müsbət yükdür və intensiv xətlər istiqamətində hərəkət edir. Bu zaman deyə bilərik ki, bunun potensialı, daha doğrusu potensial enerjisi azalır. Potensial enerjisi bunun get-gedə azalır. Bu müsbət yük üçün belədir. Potensial enerji get-gedə azalacaq. Ona görə yazdıq ki, bura belə yazaq da, bura A nöqtəsidir, bura B nöqtəsidir, bura C nöqtəsidir, tutaq ki. Səliqəli yazaq. Aha. Bu zaman deyirik ki, potensial enerjinin düsturu necə olur bu zaman? Potensial enerjinin düsturunu yazırıq. Belə VPA böyükdür VPB böyükdür VPC-dən. Bu müsbət yük üçün belədir. Qeyd edək. Müsbət yük üçün belədir. Aha. Demək, daha sonra mənfi yük üçün bunu baxaq. Mənfi yükdə isə əksinədir. Mənfi yükdə intensiv xətlər istiqamətində mənfi yük daxil edilirsə, potensial enerji artır. Gəlin onu qeyd eləyək. Bu niyə belə olduğunu mən sizə indi dərindən izah edəcəm. Əvvəlcə bu qeyd dəftərinə yazacağınız nəzər hissəni yazın. Bu olsun mənfi yük. Deyir ki, bunu intensiv xətlər istiqamətində bu tərəfə doğru hərəkət etdirsək, potensial enerji azalacaq. Üzr istəyirəm, artacaq. Niyə elədi indi deyəcəm. Gəlin bunu belə yazaq. Mənfi üçün yazırıq. Potensial enerjinin qiyməti VPA dedik ki, burada artır da. Ona görə bu kiçikdir VPB, o da kiçikdir VPC-dən. Bu da mənfi yük üçün belədir. Yaxşı, niyə belədir? İndi onun detayını verim. Bax, bilirsiniz ki, müsbət yükü daxil edirik də bura, düzdür. Biz bunu sərbəst buraxsaydıq belə, bu zaten könüllü olaraq, könüllü deyəndə ki, öz iradəsi olmadan, öz imkanları hesabına yox. Buradan müsbəti itələyəcək, buradan da mənfunu özünə çəkəcək. Buna görə də, bu səbəbdən müsbət öz imkanları xaricində olsa belə, mənfiyə doğru hərəkət etmək məcburiyyətində qalacaq. Onu özünə mənfi çəkir çünki və buradan da müsbət onu itəlir. Ailəsi qəbul eləmir, mənfi də deyir ki, gəl bura. Ona görə də müsbət mənfiyə doğru hərəkət etməyə cəhd göstərəcək. Öz imkanları xaricidir. Bunu nəyə görə qeyd edirəm? Çünki biz dəfələrlə demişik ki, hərəkət edən yüklər mənfi yüklərdir. Müsbət yük hərəkət eləmir. Yəni öz iradəsi olmadan o tərəfə sürüklənəcək, belə deyək. Bu belə desə daha doğru olar. Yəni ona görə bunun kinetik enerjisi artacaq. Məlum məsələdir ki, kinetik enerjisi artacaq. Çünki bunun sürəti bu tərəfə doğru gedir. Təbiətən bunların bir tərəfə doğru getmək normaldır. Ona görə də müsbət yükün kinetik enerjisi nə edəcək? Artacaq. Kinetik enerji də artırsa, potensial enerji azalır. Belə, mənfi yükü isə biz aparırıq, görürsünüz hansı tərəfə? Mənfi tərəfə aparırıq. Axı, bu müsbətə doğru getmək istəyir. Yəni, təbiətlərində mənfinin müsbətə getməyi var. Onlar bir-birini cəzb edirlər. Ona görə də deyirik ki, burada kinetik enerji azalacaq. Kinetik enerji azaldığı üçün potensial enerji artacaq. Yəni, səbəb budur. Buna görə belə olur. Demək, burada biz, amma burada belə deyək də, potensial axı artır. Potensial enerji, məsələn, burada. Görürsünüz, burada da artır, burada da artır. Potensial enerji birində azalsa, birində artsa da potensial hər yerdə, baxın, belədir. Gəlin, qeyd edək. Fi A böyükdür fi B, böyükdür fi C. Baxın, bu belə olmalıdır. İstər mənfi yük olsun, istər müsbət yük olsun. Bu dəyişməz qalacaq. Daha sonra, demək belə, növbəti başlığımız ekvipotensial səthlərdir. Nədir ekvipotensial səthlər? Bütün nöqtələrdə potensialı daha doğrusu eyni olan
sətdir. Bu sət ekvipotensial sət adlanır. Ekvipotensial sətlər intensiv xətlərinə nəzərən 90 dərəcəli bucaq altında, yəni perpendikulyar yerləşir. Gəlin onu çəkim. Aha, demək, baxın, burada bu şəkildə ekvipotensial sətlər intensiv xətlərinə perpendikulyar yerləşir. Bunu biraz uzaqlaşdırım, 2 dənə çəkəcəm çünki. Bu tərəfə doğru olsun, biri də belə olsun. Demək belə. Ekvipotensial sətlər perpendikulyar yerləşir intensivlik xətlərinə. 90 dərəcə bucaq altında olur. Baxın, fikir verin. Burada görürsünüz, belə 90 dərəcəli bucağa mənə gətirir. Fikir verin intensivlik xətlərinə. Demək, burada biz elə bir nöqtələr qeyd edəcəyik və o nöqtələr üzrə potensialları müqayisə edəcəyik. Baxın, burada fikir verin. Fi necə olacaq? Fi A ilə B-də A bərabərdir fi B. Bir səliqəli yazım mən bunu. Biraz qələmi qalınlığını çoxaltmışam deyə səliqəsiz çıxır. Fi A bərabər olacaq fi B-yə burada. Çünki ikisi də ekvipotensial səth üzərindədir. Baxın. Və ekvipotensial sətlərdə nədir? Potensialları bərabər sətlərdir. Amma və C ilə D də bir-birinə bərabərdir. Digər tərəfdən fi C bərabər olacaq fi D-yə. Bu zaman fikirləşirik ki, bəs yaxşı, bunlar bir-birindən necə olur? Axı, intensivlik xətləri üzərində fikir verin. Bu tərəfə doğru getdikcə biz dedik, dəfələrlə dediyimiz kimi, dəfələrlə bildirdiyimiz kimi, potensial intensiv xətlər istiqamətində getdikcə azalır. Ona görə biz nə deyirik? Deyirik ki, AB ilə CD-ninki bu şəkildə müqayisə edilir. AB CD-dən böyükdür. Getdikcə azalır. Çünki məlum məsələdir. Qaydanı qeyd dəftərlərinizə mütləq yazın. Amma nöqtəvi bir yük düşünək, yəni sahəni yaradan bir yük düşünək. Deyək ki, bir dənə, yox, bu dairədir, çevrə deyil. Tutaq ki, bir dənə yəni yükdür, müsbət yükdür, tutaq ki, yazırıq, müsbət bir yükdür. Bu yük ətrafında necə bir sahə yaradır? Axı, yükdən çıxandı, yəni yükdən deyəndə ki, müsbət yükdən çıxan qüvvə xətləridir də, özündən uzaqlaşır qüvvə xətləri demişdik axı, müsbətdən qüvvə xətləri nə edir? Uzaqlaşır. Bunları qeyd edək, məlum məsələdir. Bu özü də ətrafında bir dənə nə yaradır? Elektrik sahəsi yaradır və yaratdığı elektrik sahəsi də özündən uzaqlaşan qüvvə xətlərindən ibarətdir. Aha, bu zaman bu ətrafında müəyyən bir elektrik sahəsi yaradır. Bu elektrik sahəsini də biz belə qeyd edirik. Fikir verin, belə bir çevrələr olacaq. Belə bir çevrələr olacaq. Yəni, mən bunu səliqəli qeyd edə bilsəm çox gözəl olar. Bircə dəqiqə. Belə. Aha, ekranda gördüyünüz çevrələrə konsentrik çevrələr deyirlər. Konsentrik sferalar deyirlər. Nöqtəvi yükün ekvipotensial sətləri konsentrik sferalardır. Konsentrik çevrələrdir. Bu çevrələrdə nöqtələr qeyd edəcəm. Bayaqki çevrələri və qüvvə xətlərini biraz sərbəst çəkmişdim, düzəltdim, geri döndüm. Bu oxlar intensivlik xətləridir. Yəni, qeyd edin, bunlar intensivlik xətləridir, intensivlik vektorlarıdır. Fikir verin, bunlar da konsentrik çevrələrə perpendikulyardır. Baxın, fikir verin. İndi bura nöqtələr qeyd edin. Tutaq ki, bu ox deyəndə ki, bu çevrənin üzərində 1 və 2 var. Eyni çevrənin üzərində 1 və 2 var. Fikir verin, nöqtə X də eyni çevrənin üzərindədir. Baxın. Sonra 3 ilə 4 qeyd edəcəm. Onlar da bir çevrənin içindədirlər. Başqa bir çevrənin. Bu 3 olsun, bu da 4 olsun. Fikir verin nöqtələrə. Buradakı intensivlikləri. İntensivlik neymiş? Potensiallarını müqayisə edəcəm. Fi 1 bərabər olacaq. Fi 2. İkisi də eyni çevrə üzərində olduğu üçün. Eyni qırıq-qırıq xətlərin üzərində olduğu üçün. Fi 3 ilə Fi 4 də bir-birinə bərabər olacaq. Onlar da öz
çevrələrinin daxilində, eyni çevrə daxilində olduqları üçün, çevrə üzərində, qırıq-qırıq xətlərin üzərində olduğu üçün. Burada 1 ilə 2 böyük olacaq 3 ilə 4-dən. Çünki müsbətdən uzaqlaşdıqca potensial azalacağına görə 1 ilə 2 də daha çoxdur. Müsbət yükə nə qədər yaxındırsa, o qədər çoxdur. Müsbətdən uzaqlaşdıqca nə olur? Potensial azalır. Qeyd edək ki, müsbətdən uzaqlaşdıqca başqa sözlə desək, intensivlik vektoru istiqamətində. İntensivlik vektoru istiqamətində və müsbətdən uzaqlaşdıqca nə baş verir? Fi azalır. Potensial azalır. Bunları qeyd edin. Eyni ilə mənfi yük üçün də yazaq bunu. Mənfi yük üçün necə yaza bilər? Bu oxların istiqamətini dəyişim. Oradan kopyalayıb gətirmişim. Qüvvə xətləri mənfiyə doğru gedir. Mənfiyə daxil olur. Bunlar da təbii ki, bu çevrələrə düzbucaqda, yəni perpendikulyar düzbucaq altında perpendikulyar daxil olur. Buradakını isə belə qeyd edirik. Fi 1 yenə bərabərdir fi 2-yə, fi 3 yenə bərabərdir fi 4-ə. Bəs bunlar arasındakı müqayisə necədir? Mənfiyə yaxınlaşdıqca potensial azalır. Ona görə bunlarda 3 ilə 4 daha böyükdür. Mənfiyə yaxınlaşmayıbdır, mənfidən uzaqdır. Fikir verin. Demək belə, nöqtəvi yükün potensial haqqında danışaq. Biz intensivlik haqqında danışmışdıq. Bilirik ki, intensivlik vektorları müsbətdən çıxıb mənfiyə daxil olur. Və ya hər hansı bir yükü biz sahəyə daxil etsək, müsbətsə mənfiyə doğru sürüklənəcək, mənfisə müsbətə doğru cəzb olunacaq. Bunu demişdik. Bəs yaxşı, bunu da qeyd edək ki, cismin bu qüvvə ilə, bu cəzb etməklə, bu intensivlik vektorları ilə yanaşı, həm də müəyyən bir enerjisi var. Bir enerji xarakteristikidən kəmiyyət var, potensialı var. Potensial haqqında danışmışdıq da, demişdik ki, potensial müsbətdən uzaqlaşdıqca nə baş verir? Müsbətdən uzaqlaşdıqca azalır, müsbətə yaxınlaşdıqca artır. Həmin bu nəzərdə tutduğumuz enerji xarakteristikası, baxın, qüvvə xarakteristikası dedik intensivlikdir. Enerji xarakteristikası burada potensialdır. Potensial da düsturunu demişdik ki, potensial enerjinin yükün miqdarına olan nisbətinə bərabərdir demişdik. Fi. Buradakı yük sahəni yaradan yükdür. Yəni, sınaq yüküdür. Bundan nə bundan, nə də potensial enerjidə bu fi aslı deyil. Fi'nin aslı olduğu özünün başqa bir düsturu var. Nöqtəvi yükün ətrafında, tutaq ki, bir dənə nöqtəvi yükdür və ətrafında sahə yaradır. Həmin bu nöqtəvi yük, tutaq ki, müsbətdir. Niyə belə oldu? Tutaq ki, müsbətdir. Və ətrafında sahə yaradır. Həmin bu sahədə konsentrik çevrələr vasitəsilə elə bil çevrələnir də, belə deyək. Biraz səliqəsiz çəkdim. Bizə deyir ki, burada bu hər hansı bir nöqtədən bu yükə qədər olan məsafəni R olaraq qeyd edək. Buradakı Q-dən ibarətdir və bu iki kəmiyyətdən asılı olan başqa bir potensialın öz düsturu var. K, Q0, Q0'dır bu təbii ki. K, Q0 böl R kvadratı. Bu sahəyə gətirilən sınaq yüküdür, ancaq bu sahəni yaradan yükdür. Yəni potensial bu sınaq yükündən, nə də potensial enerjiden asılı deyil. Amma sahəni yaradan yükdən və o yükdən olan məsafədən asılıdır. Burada kvadrat deyil. Mən bunu səhv yazdım. Bir dəqiqə əlim öyrəşib elə yazıram. Ancaq K, Q0 bölünsün R'dir. Bu məsafə ilə Q0'dan bir müəyyən bir asıllığı mövcuddur. Gəlin onu yazaq. Qrafik çəkək. Fi'nin Q'dən mi yaz? Birinci Q0'dan yazaq. Düz aslıdır. Burada Q 0'dan böyükdür, müsbətdir. Burada da məsələn belə bir çəkək. Formada asıllıq var. Səliqəsiz çəkirəm çünki dayandırmağa vaxt
çatdırmadım. Dayandırıb qəşəng səliqəyə çəkməyə. Aha, bu da sıfırdan kiçik mənfi tərəfdir. Belə. Bu vakuumda olan necə deyirlər, qiymətlərdir, düsturlardır. İndi dielektrik daxilinə daxil edəndə fi bərabər olacaq. K, Q0 bölünsün, epsilon R. Bir dənə dielektrik nüfuzu daxil edəcəyik. Onun da bu belə bir ki, belə deyək də, zaten vakuumda da, ondan sonra dielektrik daxilində də R-dən tərs mütənasib asılıdır. Epsilondan da R-dən də. Ona görə belə qeyd edilir. Burada da Q-nün müsbət qiymətində, burada da burada da Q-nün mənfi qiymətində. Belə bunları qeyd edin. Səliqəsiz çəkmiş olsam belə, siz səliqəli formada zəhmət olmasa köçürün dəftərlərinizə. Bayaq dediyim qaydanı təkrar edirəm. Çox vacib bir qaydadır. Elektrik sahəsinin potensialı sınaq yükündən asılı olmasa da, sahəni yaradan nöqtəvi yükün miqdarından asılıdır. Təkrar edir. Gəlin yazın burada. Baxın qeydlərə, zəhmət olmasa. Deyir ki, elektrik potensialı, yəni fi, sınaq yükündən, yəni Q-dən asılı deyil. Buna baxmayaraq, sahəni yaradan nöqtəvi yükdən, yəni Q0-dan asılıdır. Düsturlarda da qeyd etdiyimiz kimi. Belə. Daha sonra müsbət yükdən uzaqlaşdıqca potensial azalır dedik, mənfi yükdən uzaqlaşdıqca potensial artır dedik. Gəlin onları da qeyd edeyim. Burada tutaq ki, müsbət yük dəfələrlə qeyd etməyimizə baxmayaraq yenə qeyd edəcəm. Videolarımızı yarıdan izləyənlər üçün tutaq ki, belə bir məsafədir. Bax, bura 3-dür. Bura 2-dir. Bura 1-dir tutaq ki. Burada necə olacaq? Müsbət yükdən uzaqlaşır da get-gedə. Bu zaman fi1 böyükdür, fi2, o da böyükdür, fi3. Bəs intensivlik necə olacaq? Bu nöqtəvi yükdən gedir. Burada bircins elektrik sahəsi deyil. Sizi karıxdırmasın, çaşdırmasın. Bu qeyri-bircins sahədən gedir. Nöqtəvi yükün ətrafında yaratdığı elektrik sahəsindən gedir söhbət. Müsbətdən çıxıb mənfiyə daxil olmur. Axı biz demişdik, bircins elektrik sahəsi hansı sahəyə deyilir? İki yüklənmiş lövhə arasında yaranan elektrik sahəsi bir mənfi, bir müsbət arasında. Yəni bir mənfi, bir müsbət, bir mənfi, bir müsbət arasında olan sahədir. Amma bizə burada nöqtəvi yük verilib və ətrafında sahə yaradır. Qüvvə xətləri ondan kənara çıxır. Bu nə deməkdir? Bu deməkdir ki, bu qeyri-bircins elektrik sahəsidir. Ona görə burada potensial nəymiş? İntensivliklər fərqlənəcək. İntensivliklərin fərqlənməyini biz burada belə qeyd edəcəyik. Baxın, burada potensial kimi intensivliyin özü də get-gedə qiyməti azalacaq yükdən uzaqlaşdıqca. Y2, Y3. Keçək digərinə. Demək, indi mənfi yük çəkirik burada. Tutaq ki, mənfi yükdür və mənfi yük özü də ətrafında sahə yaradır. Nöqtələri qeyd edirik. 2 və 1. Burada nə baş verir? Burada fi yenə dəyişəcək. Fi nə olacaq? Fi mənfidən uzaqlaşdıqca artacaq. Ona görə fi 3 böyük olacaq fi 2-dən, o da böyük olacaq fi 1-dən. Bəs intensivliyi necə olacaq? Intensivlik fərqlidir. Intensivlik istər mənfi olsun, istər müsbət olsun. Yükdən uzaqlaşdıqca azalacaq. Ona görə yenə Y1 böyükdür Y2-dən, o da böyükdür Y3-dən. Bunları qeyd dəftərlərimizə qeyd edək. Bunları mütləq yazaq. Bunlar ən çaşdırıcı, ən qəliz məqamlardır. Hansı ki, primitiv görsənir. Ancaq testdə qarşımıza çıxanda yəni bayağı bir zaman aparır düşünməsi. Sizə potensial enerji ilə potensial arasındakı bir əlaqəni də yazım yadıma düşmüşkən. Deməli, potensial enerjinin özünün düsturu əslində belə bir düstur var. VP bərabərdir. K vurulsun təbii ki. Q0 deyib Q yazır. Q0 vurulsun Q təbii ki modulda. Bölünsün R. Burada Q0 sahəni yaradan yük. Amma Q sahəyə gətirilən sınaq yüküdür. Və burada bilirik ki, potensialın da belə bir düsturu vardır. Fi bərabərdir.
VP bölünsün Q, düzdürmü? Buradaki Q'dən aslı değil de o. Demek ki burada VP'nin yerine yazacağıq nə? K Q 0 vurulsun Q bölünsün R. Eləmi? Bu VP'dir. Vurulsun 1 bölünsün Q olacaq. Q'lər getdi, düzdürmü? Geriyə qaldı nə? Fi bərabərdir K Q 0 böl R. Baxın buradan alındı. Bizim potensialımızın düstur. Fikir verin. Görürsünüz belə. Daha sonra indi burada biz danışacağıq nədən? İki dənə nöqtəvi yükün qarşılıqlı təsirinin potensial enerjisindən danışacağıq. İki dənə nöqtəvi yükdür. Tutaq ki, biri biz heç demirik də bu nə yüklüdür. Elə yazırıq Q1, fərqi yoxdur çünki ikisi müsbət də ola bilər, ikisi mənfi də ola bilər. Ona görə belə yazırıq. Aralarında da müəyyən bir məsafə var. Buna da R deyirik, düzdürmü? İndi burada potensial enerjinin düsturu bayaq dediyimiz kimi VP bərabərdir. Burada K, gəlin Q1, Q2 yazaq. Heç bir sahə filan qeyd edilməsə, Q1, Q2 var burada bunlar arasında. Burada nə sahəni yaradan yük var, nə sahəyə gətirilən sınaq yükü var. Sadəcə xalis iki dənə fərqli yüklərdir. Onlar fərqli də ola bilər, eyni də ola bilər. Onların elə bil ki, qarşılıqlı təsirinin potensial enerjisidir sadəcə. Nə sahə var, nə sınaq yükü. Biz yuxarıda yüklənmiş metal sferanın intensivliyi haqqında, metal sferanın, yəni metal kürənin intensivliyi haqqında məlumat almışdıq. Məlumat vermişdim. İndi yüklənmiş metal sferanın, yəni kürənin potensialı haqqında danışacağıq. Yüklənmiş metal sferanın daxilində elektrik sahəsinin potensialı sabitdir. Potensial burada sabit olacaq daxildə. Müsbət yüklü kürənin səthindən uzaqlaşdıqca potensial azalacaq. Mənfi yüklü kürənin səthindən uzaqlaşdıqca potensial artacaq. Bayaqki dediklərimizə elə bir qol qüvvət, qol qanat verir də bu daha təkmilləşdirilmiş sayırıq artıq bildiklərimiz. İndi mən şəkilləri çəkin, başa düşəcəksiniz. Demək, burada bu bir kürədir, müsbət yüklənmiş. Bu da həmin o yüklənmiş müsbət kürənin nə idi? Radiusudur. Bura qədər bu elə bil ki, müsbət yüklənmiş kürənin daxilində potensial sabitdir. İstənilən nöqtəsində kürənin istənilən nöqtəsində daxilində sabitdir. Amma bu səthdən uzaqlaşdıqca müsbət yükün səthindən, müsbət yüklü sferanın səthindən uzaqlaşdıqca azalacaq potensial. Amma bu mənfi yüklü kürə olsaydı, mənfi yüklü kürənin sferanın səthindən uzaqlaşdıqca artacaqdı. İndi onun qrafikini çəkim. Bunu çevrənin altına yazmaqda məqsədim odur ki, baxın, bu hissə nədir? Bu hissə elə bil ki, radius qiymətinin hissəsidir. Bura qədər çevrənin radiusunun məsafəsidir. Finin potensial məsafədən asılılığı bura qədər çevrənin öz radiusuna qədər, yəni səthinə qədər. Kürənin daxilində potensial sabitdir. İstənilən nöqtəsində kürənin istənilən nöqtəsində daxilində sabitdir. Amma bu səthdən uzaqlaşdıqca müsbət yükün səthindən, müsbət yüklü sferanın səthindən uzaqlaşdıqca azalacaq potensial. Amma bu mənfi yüklü kürə olsaydı, mənfi yüklü kürənin sferanın səthindən uzaqlaşdıqca artacaqdı. İndi onun qrafikini çəkim. Bunu çevrənin altına yazmaqda məqsədim odur ki, baxın, bu hissə nədir? Bu hissə elə bil ki, radius qiymətinin hissəsidir. Bura qədər çevrənin radiusunun məsafəsidir. Finin potensial məsafədən asılılığı. İndi isə mənfi yükę aid çəkdim eynisini. Burada da baxın, fikir verin, bura qədər olan məsafə kürənin daxilindəki radiusun məsafəsidir. Gəlin onu qeyd edək. Böyük ehtimalla videoda bu səs düşməyib. Buradakı düstura diqqət eləyin.
KQ. İndi onu mən sileyim. Elə KQ yazsaq da kifayətdir. Elə bir burada nə sahəni yaradan yükdən, nə nöqtə yükdən ümumi, yəni elə Q olaraq yazsaq kifayətdir. Buradakı nöqtədəki potensialın qiyməti KQ bölünsün böyük R-dir. Eyni burada sadəcə mənfi qiymət alacaq. Mənfi fi bərabərdir. Daha doğrusu fi bərabərdir. Mənfi KQ olacaq. Fi bərabərdir. Mənfi KQ bölünsün böyük R. Buradan sonra, baxın, bu nöqtədən sonra səthdən olan məsafəni göstərir. Hər hansı bir nöqtənin kürənin səthindən olan məsafəsidir R. Eyni ilə burada da eyni şeydir. Necə? Burada da elə bir səthdən olan məsafəni göstərir kiçik R. Amma bizə sadəcə radius daxildə daha doğrusu olan kürənin, yəni metasferanın metasfer və ya metal kürə fərqi yoxdur. Bunların daxilində olan necə deyərlər, potensialın düsturunda biz böyük R-i qeyd edəcəyik. Ondan kənarda hər hansı bir nöqtə deyirsə, o zaman kiçik R-dən istifadə edəcəyik. Belə. Və qeyd edək ki, burada əgər kiçik R, yəni kürənin səthindən hər hansı bir nöqtəyə qədər olan məsafə, yəni kiçik R, əgər radiusdan kiçikdirsə və ya radiusa bərabərsə, bu nə deməkdir? Bu deməkdir ki, radiusdan kiçikdirsə, bunu belə bir nöqtələrdə olacaqdır, elə deyilmi? Bu nöqtələrdə olsa, deməli, kürənin daxilindədir. Bu daxildə deməkdir. Qeyd edək burada daxildə, heç kürə sözünü yazmıram, biləcəksiniz daxildə deyirsə əgər, bu zaman fi bərabər olacaq, KQ bölünsün böyük R. Yox, əgər R radiusdan böyükdürsə, yəni məsafə hər hansı bir nöqtəyə qədər olan məsafədən gedirsə söhbət, baxın, bu R-dir, artıq fikir verirsiniz. Bu zaman onda yazırıq ki, fi bərabərdir, KQ bölünsün kiçik R. Bu da xaric sayılır. Kürənin artıq xaricindən gedir söhbət, çünki radiusdan böyükdür. Aha, deməli, burada bir nümunə çəkəcəm. Baxın, gəlin burada potensialları müqayisə edək. O nöqtəsində, A nöqtəsində, B nöqtəsində, C nöqtəsində hər birində potensialları müqayisə edək. Burada fi O bərabər olacaq fi A-ya. Demişdik ki, daxildə bərabərdir, sabitdir. Daha sonra o B-yə də bərabərdir. Niyə? Çünki radius olan, elə bir ki, bunun hamısı radiusdur da. Kürənin radiusu bu məsafə hamısında eynidir. Fi O üçündə, fi A üçündə, fi B üçündə. Fi bərabərdir KQ bölünsün böyük R. Böyük R olduğuna görə hamısında nə olacaq? Bərabər olacaq. Fikir verin indi siz bura. Burada uşaqlar. Aha. Fi B-ni yazdıq. Bəs yaxşı, fi C necədir burada? Fi C mənfidən uzaqlaşdıqca fi C bunlardan böyük olacaq. Dedik ki, potensial mənfidən uzaqlaşdıqca artır, böyüyür qiyməti. Bəs intensivliklər necə olacaq? Y, B bunlardan böyük olacaq. Y, C-dən böyük olacaq. Y, B, Y, C-dən böyükdür. Daha sonra Y, A da Y, C-dən kiçikdir. Y, A daxildə. Daha sonra bərabərdir. Y, O ən mərkəzə bərabərdir. Mərkəzdə yenə deyirəm, intensivliklər bərabərdir mərkəzdə. Elə bil ki, Y, O, Y, A bərabərdir. Amma Y, B maksimaldır, hamısından böyükdür. Səthdə kürənin sferal səthində intensivlik maksimal qiymət alacaq. Ona görə bunu intensivlik keçəndə biz qeyd etmişdik, yadınızdadırsa. Bunların hamısı da bütün bu intensivliklərin hamısının qiyməti də sıfıra bərabər olacaq. Daha sonra müsbət yük üçün də eynisini çəkək. Burada necədir? Fi mərkəz bərabər olacaq fi A-ya. Kürə daxilində dedik, potensiallar bərabərdir. Səthdə də həmçinin, çünki hamısı böyük radius, böyük R-lə, yəni radiusun qiyməti hesablanacaq. Və bunların hamısı böyük olacaq C-dən, çünki müsbətdən uzaqlaşdıqca potensial azalır. Gəldik intensivliyə. İntensivlik digərindəki kimi olacaq. Niyə? Çünki intensivlik müsbət olsun, mənfi olsun, yükdən uzaqlaşdıqca azalacaq.
YA bərabərdir YO mərkəz B səthi olduğu üçün hamısından böyük olacaq. Belə. Mərkəzdə 0 olacaq. Və ona görə Y0 bərabər olacaq 0-a. Y0 yox, YO'dur o. Keçək. Yüklənmiş kürənin xaricindəki və səthindəki potensiallar arasındakı əlaqə düsturunu yazaq. Bunun üçün bir kürə çəkirik. Demək, burada kürəni çəkdik. Kürədən xaricdə bir dənə nöqtə qeyd edirik. Bu nöqtəyə qədər olan məsafədən gedəcək söhbət. Biraz kənarda çəkin. Söhbət bu nöqtəyə qədər olan məsafədən gedəcək. Baxın, xaricdə bir yerlərdə bir nöqtə qeyd edilib. Bu da ki, məlum məsələdir ki, radiusdur. Bu məsafəni, elə bir ki, buradakını fi xarici qeyd edəcək. Bu nöqtədəki xarici potensial, elektrik sahəsi xarici potensialını tapacağıq. Demək, burada bu məsafə, elə bir ki, bax, bu aralıq R-dir. R məsafəsidir. Bura isə fi səthdir. Səthdəki potensialdır. İndi biz bilirik ki, bax, xaricdəki potensialın qiymətini yazacağım. Fi x yazacağım. Yəni, fi xarici bərabərdir. K vurulsun, Q bölünsün. Xaricdədirsə kiçik yer bu R-i istifadə edəcəyik. Yox, əgər fi səth deyirsə, səth və yaxud da ki, fi daxili, bunların ikisi də bərabər olacaq. KQ bölünsün radius. Məsafəni radius olaraq götürəcəyik. İndi bizə deyir ki, bu fi səth kürənin səthindəki potensialdır. Fi xarici səthdən R məsafədə olan potensialdır. R'dəki kürənin səthdən olan məsafəsidir. Böyük R'dəki məlum məsələdir ki, nədir? Kürənin radiusudur. Belə bir düstur var. Bunların arasındakı əlaqə düsturudur. Bunu qeyd edək. Başqa rənglə yazım. Yazırıq ki, fi xarici, bu səfər tam yazacağım. Fi xarici bərabərdir. Çəkirik kəsir xəttini. Fi səth bölünsün, bir üstə gəlinsin, kiçik yer bölünsün, böyük yer. Baxın, bu düsturdur. Bu düsturu qeyd edin. Durun, belə yazın. Bu düsturu qeyd edin qeyd dəftərlərinizə. Bu xarici, elə bir ki, cismin, daha doğrusu bu yüklənmiş bu kürənin, sferanın xaricindəki bir nöqtəyə qədər olan potensial, həmin nöqtədəki potensial, kürənin R məsafədən olan potensialı, xarici budur, səthi isə səthdəki potensial. Daxili potensial da bərabərdir zaten, ona görə heç bunu yazmasaq da olar. İndi gəlin məsafələrə uyğun olan elə bir məsafələrin müəyyən qiymətlərində necə olacaq düsturlar, ona baxaq. Məsələn, tutaq ki, bizə deyir ki, R bərabər olacaq, böyük yer, kiçik yer, böyük yerə bərabər olacaq. Yəni, hər hansı bir nöqtəyə qədər olan məsafə həmin o metal sferanın radiusu qədər olacaq. Bu zaman nə edirik? Bu zaman fi bərabər olacaq. Təbii ki, KQ, bircə dəqiqə səthlə olanı yazırıq. Mən biraz tələsdim. Fi xarici bərabərdir. Fi səth bölünsün 2. Belə olar. Yəni, potensial 2 dəfə azalacaq. Potensial xaricdən səthdə doğru 2 dəfə azalacaq. Daha sonra bu arada gəlin buna müsbət yüklənmiş. Elə bir ki, gəlin müsbət yük üçün düşünək. Müsbət yük üçün hesablayaq bunları. Daha sonra R-i deyək ki, 2R olaraq götürək. Bu zaman nə olacaq? Fi xarif qısa yazıb. Fi xarici bərabərdir. Fi səthi bölünsün 3 olacaq. Bu düsturda yerinə qoyuq da məlum məsələdə sıradan hesablamadır əslində. Elə bir qəliz bir şey yoxdur. Bir dənə səliqəli yazın mən bunu. Fi səthi bölünsün 3. Daha sonra burada R bərabər olsa əgər 3 R-ə
Bu zaman fi x bərabərdir. Fi bölünsün 4. Aha, bu niyə belədir uşaqlar? Dediyimiz kimi belə yerinə qoyuruq da burada. 1 üstə gəlinsin. Məsələn, tutaq ki, 1 üstə gəlinsin. R 3R'dir. O da R'dirsə, R'lər gedəcək. 1 üstə gəlinsin. 3 bərabərdir 4. Burada bunun yerinə elə bir ki 4 qoyacaq. Bu qədər sadə. Aha, belə. Başqa orada yazmalı olacağımız qeydlər yuxarıdakılardır əsas. Bunları yazdıqca, mən qeyd etdikcə, ekranı dayandırdıqca, durdurduqca yazmağınız lazımdır. Keçək növbəti başlığa. Aha, elektrik sahəsinin superpozisiya prinsipi haqqında danışacağıq bu başlığımızda. Demək, nədir bu prinsip? Potensialla necə olacaq? Fəzanın verilmiş nöqtəsində bir neçə yükün yaratdığı elektrik sahəsinin yekun potensialı ayrı-ayrı hər bir yükün yaratdığı elektrik sahəsinin potensiallarının cəbri cəminə bərabərdir. Şəkili çəkək. Baxın, bir dənə mərkəzi nöqtə qeyd etmişəm və oradan onun ətrafında bir-iki yük qeyd etmişəm. Tutaq ki, bu müsbət yükdür. Bu müsbətdir, bu mənfidir, bu müsbətdir, bu da mənfidir. Tutaq ki, bu neçənci yükdür bilmirəm. Yəni, bir neçə dənə ola bilər. Fərqi yoxdur. Buna deyək Q1, buna deyək Q2, buna deyək Q3, buna da deyək QK məsəl üçün. Fərqi QN olsun. Tutaq ki, QN. Yəni, bir neçə dənə ola bilər də burada. Baxın, bu arada bir neçə dənə ola bilər. Bunun yekun, hər birinin yekun intensivliyi yazırıq. Fi yekun bərabərdir. Fi 1 üzərinə gəlirik. Fi 2 üzərinə gəlirik. Fi 3 üzərinə gəlirik. Bayaqki kimi nöqtə üzərinə gəlirik. Fi n. Baxın, bu şəkildə olacaq superpozisiya prinsipi. Yekun potensial tək-tək ayrı-ayrı yüklərin potensiallarının cəbri cəminə bərabərdir. Məsələn, tutaq ki, yenə qeyd edirəm burada, belə. Tutaq ki, burada bir dənə nöqtə var, mərkəzi nöqtə və mən bunun ətrafında 2 dənə yük gətirirəm. Həmin bu gətirdiyim yük var, bir dənə bundan qırıq-qırıq xətlərlə qeyd edim. Gətirirəm 2 dənə yük. Biri olsun müsbət, biri olsun mənfi. Demək, biri Q1 bərabərdir müsbət 2Q-dür. Digəri Q2 bərabərdir mənfi 4Q. Burada məsafəni də gəlin fərqli qeyd edək. Tutaq ki, əgər deyək ki, bu belədir, bu R-dir, bu da 2R-dir, belə deyək də, tutaq ki, bunu biraz yaxınlaşdıraq o zaman. Aha. Gəlin buna yazaq R, buna yazaq 2R. Düzdürmü? Aha, burada yekun potensialı tapaq. Bizdən yekun potensial soruşur. Potensialın düsturu nədir ümumiyyətlə? K, Q böl R. Düzdürmü? Məsafə R-dir də burada. Ona görə yazırıq. Fi 1 nəyə bərabərdir bəs? Fi 1 bərabərdir. Baxın, Q1, K Q1-dir də. K Q1 bölünsün R1. O da bərabər olacaq. K vurulsun Q1 2Q-dür. Bölünsün R1 elə R-dir. Bu da olacaq 2KQ bölünsün R. Kirvəni tapdıq fi 1'i yazırıq. Fi 1 bərabərdir 2KQ bölünsün R. İndi fi 2'ni tapırıq eyni qaydada. Bir də yazmağa ehtiyac yoxdur. Yazırıq fi 2 bərabərdir. Bu 2R'dir, mənfi 4'dür. Necə edirik? K vurulsun mənfi 4Q bölünsün 2R. Bu da eləyəcək 4KQ bölünsün 2R ixtisar gedəcək, olacaq 2KQ bölünsün R. Burada toplamadır və biz burada bu mənfi yükdür də, düzdürmü? Ona görə fi yekun, yəni mərkəzdəki yükdən gedir də söhbət. Yekun bax buradadır da, bu nöqtədə də, O nöqtəsində. Oradan gedir söhbət. Buna fi O da demək olar. Bərabərdir fi 1 üstə gəlinsin, fi 2 o da bərabərdir 2 üstə gəlinsin də, yəni
Belə deyək də, gəl KQ-nə yazaq. 2KQ bölünsün R üstə gəlinsin mənfi 2KQ bölünsün R. Bunda riyazi ifadəsi 0 olacaq. Ümid edirəm izah edə bildim. Açmışdım mı kaydı? Aha. Daha sonra burada bir xüsusi qeydlər var. 5 ədəd xüsusi qeydimiz var. Mütləq bunları qeyd edin. İndi hər birindən bunu silim şəklini çəkin. Birinciyə baxırıq. Tutaq ki, bir dənə burada hər hansı bir yük gətirdik. Bura gətirdiyimiz bu yük, bu yük müsbət bir yükdür. Buna deyək QA. Hər hansı bir QA, müsbət QA yükünün burada şəkil çəkim. Deyir, bax, bu yükün yaxınlığında, bu yükə yaxın bir yerlərdə bir C nöqtəsi qeyd edək. Yaxınlığındakı bu C nöqtəsinə mənfi yüklü cisim gətirirəm. Həmin bu C nöqtəsinə bir dənə mənfi yüklü cisim gətirirəm. Mənfi yüklü cisim gətirilirsə əgər, K nöqtəsində burada bir dənə K nöqtəsi qeyd edəcəm. Burada C-yə qədər qırıq xəttlər qeyd edin, əyri olmadan. Aha, burada bir yerlərdə K nöqtəsi var. Və bizə deyir ki, baxın, gör, C və K nöqtəsini görürsünüz QA-dan. QA-nın da qiymətini verib, müsbət Q. Müsbət Q-dür də, fərqi yoxdur. Və bizə deyir ki, K nöqtəsində elektrik sahəsinin potensialı azalır. Burada K nöqtəsinin elektrik sahəsinin potensialı azalacaq, intensivliyi artacaq. Niyə belə olacaq? Gəlin şəkil çəkək. Şəkil deyəndə ki, oxu qeyd edək. Bax, müsbət yükdən itələnəcək də, düzdürmü? K nöqtəsində itələnir. Müsbət yükdən bu itələnəcək. Fikir verin. Müsbət yükdən bu itələnəcək. Bunun ümumiyyətlə belə də işarə eləmək olar. Bunu mən niyə belə buradan da səhvdən də işarə eləmək olar, fərqi yoxdur. Bu zaten intensivlik xəttidir. Çünki niyə? Yükdən itələnəcək. Yükün özünün intensivlik xəttidir. YA. A yükünün. Burada da elə bil ki, burada R-dir. Gəlin belə deyim də, mən işarəliyim. Baxın, burada R-dir. Yəni K-dan C-yə qədər olan, K-dan C-yə qədər olan məsafədə R-dir. Hər ikisi R-dir. Və bizə deyir ki, bura mənfi yük gətirirəmsə əgər, bax, bura tutaq ki, bir dənə C nöqtəsinə mənfi yüklü cisim gətirdim. Mənfi yüklü bir cisim gətirdim bura. Bu zaman nə olacaq? Mənfi yüklü cisim elə bil ki, özünə də, yəni zaten bu cisim müsbətdir deyə, baxın, bu cisim müsbətdir deyə, bunun yaxınlığına mənfi gətirsə bir-birini cəzb edəcək. Yəni, bir dənə də ox onun özünə daxil olacaq, onu demək istəyir. Elə bil ki, bir dənə də ox buradan, bu artıq intensivlik xətti, yəni K nöqtəsindən olan intensivlik xətti olduğuna görə artıq biz nə edirik? Buradan çəkəcəyik K-nı. Baxın, buradan. K-dan çəkəcəyik. Ora mənfi yük gətirildiyinə görə. Bu da olacaq nə? YC. Aha. İndi bunda elə bir yükü olacaq QC. Demək, burada nə olacaq? Əvvəlcə elə bil ki, intensivlik əvvəlcə K-dakı intensivlik əvvəlcə olacaq YA. Niyə? Çünki burada heç bir yük yoxdur. Tək yük, sözü gedən tək yük budur. Əvvəlcə bu olacaq. Məsələn, fi isə fi K olacaq, fi A. Çünki başqa yük yoxdur burada. Söhbət ancaq müsbət Q-dən gedəcək. Yox, əgər ən birincidə, yox, sonra mənfi yük gətirildikdə isə, mənfi yük bura gətirildikdə isə sonranı necə qeyd edəcək? Y sonra bərabər olacaq YA-nın. YA ilə YS-nin cəminə bərabər olacaq. YA üstə gəlinsin YS. Yəni artacaq. İntensivlik artacaq. Potensial necə olacaq? Fi sonra K bərabərdir. Fi A ilə fi S-nin fərqinə burada da potensial necə azalacaq? Azalacaq.
Aha, xəttimdə anlaşılmazlıq nəsə bir şey olsa səsli də deyirəm. Siz özünüz səsli yazın ki, qeyd dəftərlərinizə baxanda başa düşəsiniz. Aha, mən bunun sözlü izahını təkrar yazıram aşağıda. Deməli, müsbət A yükünün yaxınlığındakı S nöqtəsinə mənfi yük getirilərsə, K nöqtəsində fi azalar, potensial azalar, intensivlik Y artar. Aha, keçək ikinci xüsusi hala. Tutaq ki, müsbət A yüküdür, müsbət yüklənib, bu da müsbət 4Q-yə bərabərdir. Bunun müəyyən bir qırıq-qırıq xətlərlə bir nöqtə qeyd edək. Tutaq ki, belə bir qırıq-qırıq xətlərlə burada bir C nöqtəsi var. Burada da bir K nöqtəsi var, tutaq ki. Baxın, bu mümkünə silin, biraz aşağıdan yazmalı daha yaxşıdır. Aha, K nöqtəsi var, S nöqtəsi var. Bunların elə arasındakı məsafəni gəlin biz eyni yazaq. Bax, məsələn, buradan qoyaq ki, buradan qoysaq daha yaxşı olar. Çünki məsafələri bərabər yazacağım. Bura tutaq ki, erdirsə, burada erdir. O mənada. Deməli, bu yük müsbət olduğuna görə bunun K nöqtəsindən intensivlik, daha doğrusu gəlin biz deyək, ümumi A yükünün heç bir nöqtədə yox, ümumi qüvvə xəttini çəkək. Çünki zaten bilirik ki, müsbət yükün qüvvə xəttləri ondan uzaqlaşan olacaq. Yəni, buralarda bir yerdədir. Bu da biraz incəldir. Aha, bu bizə nəyi verəcək? Bu bizə verəcək A-nın intensivliyini, Y A-nı verəcək. Bunu beləcə də saxlayırıq burada. Sonra deyək ki, nəsə bir mənfi yük gətirilir. Nəysə bir mənfi yük gətirilir burada. Mənfi yük yox, burada müsbət yüklü gətiriləcək bu səfər. Xeyr, burada müsbət yük gətiriləcək. Burada tutaq ki, bir dənə müsbət yük gətiririk. Gəlin qeyd edək, buradan belə müsbət yükü gətirdik bura. Tutaq ki, oldu belə, gəlin buradan çəkin. Bir dənə tutaq ki, bayaqki yükdür və bundan müəyyən məsafəyə, bayaq dediyimiz kimi müsbət yük gətiririk. Bax, bura C nöqtəsidir və bura biz bir dənə müsbət yük gətiririk buradan. Bura C-dirsə, bura K-dır, bu müsbət yükdür. QA bərabərdir, A yüküdür də müsbət 4Q. Aha, buna da bir QC deyirik. Bir QC gətirmişik bura. C elə bir ki, nöqtəsindəki yükü QC deyirik. YA ilə YS-nin cəminə bərabər olacaq. YA üstə gəlinsin, YS. Yəni, artacaq. İntensivlik artacaq. Potensial necə olacaq? Fi sonra K bərabərdir. Fi A ilə fi S-nin fərqinə burada da potensialin necə azalacaq? Azalacaq. Aha, xəttimdə anlaşılmazlıq nəsə bir şey olsa səsli də deyirəm. Siz özünüz səsli yazın ki, qeyd dəftərlərinizə baxanda başa düşəsiniz. Aha, mən bunun sözlü izahını təkrar yazıram aşağıda. Deməli, müsbət A yükünün yaxınlığındakı S nöqtəsinə mənfi yük getirilərsə, K nöqtəsində fi azalar, potensial azalar, intensivlik Y artar. Aha, keçək ikinci xüsusi hala. Tutaq ki, müsbət A yüküdür, müsbət yüklənib, bu da müsbət 4Q-yə bərabərdir. Bunun müəyyən bir qırıq-qırıq xətlərlə bir nöqtə qeyd edək. Tutaq ki, belə bir qırıq-qırıq xətlərlə burada bir C nöqtəsi var. Burada da bir K nöqtəsi var, tutaq ki. Baxın, bu mümkünə silin, biraz aşağıdan yazmalı daha yaxşıdır. Aha, K nöqtəsi var, S nöqtəsi var. Bunların elə arasındakı məsafəni gəlin biz eyni yazaq. Bax, məsələn, buradan qoyaq ki, buradan qoysaq daha yaxşı olar. Çünki məsafələri bərabər yazacağım. Bura tutaq ki, erdirsə, burada erdir. O mənada. Deməli, bu yük müsbət olduğuna görə
bunun K nöqtəsindən intensivlik, daha doğrusu gəlin biz neyini ümumi A yükünün heç bir nöqtədə yox, ümumi qüvvə xəttini çəkək. Çünki zaten bilirik ki, müsbət yükün qüvvə xəttləri ondan uzaqlaşan olacaq. Yəni buralarda bir yerdədir. Bu da biraz incəldir. Aha, bu bizə nəyi verəcək? Bu bizə verəcək A-nın intensivliyini, Y-A-nı verəcək. Bunu beləcə də saxlayırıq burada. Sonra deyək ki, nəsə bir mənfi yük gətirilir. Nəysə bir mənfi yük gətirilir burada. Mənfi yük yox, burada müsbət yüklü gətiriləcək bu səfər. Xeyr, burada müsbət yük gətiriləcək. Burada tutaq ki, bir dənə müsbət yük gətiririk. Gəlin qeyd edək, buradan belə müsbət yükü gətirdik bura. Tutaq ki, oldu belə, gəlin buradan çəkim. Bir dənə tutaq ki, bayaqki yükdür və bundan müəyyən məsafəyə bayaq dediyimiz kimi müsbət yük gətiririk. Bax, bura C nöqtəsidir və bura biz bir dənə müsbət yük gətiririk buradan. Bura C-dirsə, bura K-dır. Bu müsbət yükdür. QA bərabərdir. A yükü də müsbət 4Q. Aha. Buna da bir QC deyirik. Bir QC gətirmişik bura. C elə bir ki nöqtəsindəki yükü QC deyirik. Demək, burada elə bir ki nə baş verəcək onu yazaq. Əvvəlcə Y əvvəl, burada Y əvvəl K, yəni K nöqtəsindəki əvvəlki intensivlik olacaq YA. Burada fi əvvəlki isə fi əvvəlki K isə olacaq fi A. Burada da 4 yazdım. Bəs mənfi yük C nöqtəsinə yaxınlaşdırıldıqdan sonra nə olur? Yazırıq Y sonra K bərabər olacaq elə A yükünə, YA-ya. Fi sonra deməli burada müsbət yüklü deyə, fikir verin, gətirilən müsbət yüklü deyə, bura müsbət yük gəlib deyə, bu elə bir bayaq nə demişdi? Bayaq YA belə idi də. Gəl onu təzdən çəkək, buradan belə çəkək. Bu onun nə idi? Bu onun intensivlik xəttidir. Yazırıq buradan YA. Buradan yazırıq. A yükünün intensivlik xətti özündən kənara olacaq, müsbət olduğuna görə. Bu da özündən kənara olacaq. Bu da müsbətdir də. Bu da özündən kənaradır. Görə bunu da belə edirik. Bunu da incəldir biraz. Aha. Bunu da özündən kənara edək. Bu da olacaq nə? YC olacaq. YC olacaq. Aha. Buradakı məsafələrdə deyildik R və E'dir. Ona söz yox. Bayaq qeyd etmişdik. Aha. Burada sonraki və əvvəlki qiymətlərinə baxaq. İntensivliklə potensialın. Məsələn, potensial əvvəlki, yəni K nöqtəsindəki əvvəlki qiyməti olacaq YA. Fi'ninki də əvvəlki qiyməti K bərabər olacaq Fi A. Sonraki qiymətində isə biraz dəyişiklik olacaq. Çünki müsbət yük gətirilib bu səfər və müsbət yük gətirilibsə, bunların intensivlik xətləri Y sonra K bərabərdir. YA-dan çıxacam YC-ni. Çünki əks istiqamətlərədir. Demək ki, bu azalacaq. Çıxılacaqsa azalacaq. Yəni, əks istiqamətədirsə çıxılacaq və çıxılacaqsa azalacaq. Fi sonra K nöqtəsində isə bərabər olacaq. Fi A üstə gəlinsin. Fi-ci bu da artacaq. Aha. Potensial niyə artır? Çünki bu müsbət yükdür. Müsbət yükę yaxınlaşdıqca deyildi, yaxı potensial artacaq. Burada da hər ikisi müsbət olduğuna görə burada potensial toplanır. Aha. Daha sonra üçüncüyə baxaq. Demək belə, yüklü cismin elektrik sahəsinə yüksüz başqa cisim gətirilərsə, verilmiş hər hansı bir nöqtədə
intensivlikdə, potensialda dəyişməyəcək, dəyişməz qalacaq. Gəlin şəkilləri çəkək. Burada çalışacağım belə əlindən çəkin, bir də sxemdən istifadə etməyim. Tutaq ki, müsbət yüklüdür deyək ki, müsbət yüklü bir cisimdir. Həmin bu müsbət yüklü cismin yanına yaxınlığına elə baxın, əlavə edirəm nə? Burada yüksüz bir cisim gələcək. Əvvəlcə nöqtələri qeyd edim. Bu C nöqtəsi olsun, bu K nöqtəsi olsun. Bunun hər biri R olsun. Bircə dəqiqə mənim. Aha. Bunun hər biri R olsun. Bura biz yüksüz bir cisim gətirək. Neytron gətirək. Bu QA-dır uşaqlar. QA-da A yüklü cisimdir. Və mənfi 4Q-yə bərabərdir. Mənfi neymiş? Yox, müsbət 4Q-yə bərabərdir. Tutaq ki. Aha. Müsbət 4Q-yə bərabərdir və bura biz bilirik ki, bu özündən xaricə gedir də bunun intensivliyi bayaqkilarda da qeyd etmişdi. YA-dır bunun intensivliyi və bu tərəfə doğru gedir. Özündən xaricə müsbət olduğuna görə. Aha. Və bizə deyir ki, baxırıq 4-cü hala. 4-cü halda deyir ki, mənfi Q yükünü, mənfi QA yükünün daha doğrusu yaxınlığındakı S nöqtəsinə mənfi bir cisim gətirilərsə, K nöqtəsində fi azalar, Y artar. Yox, üzr istəyirəm, fi də azalar, Y də azalar. İkisi də azalar. K nöqtəsində mənfi yükə daxil olur. Ox, fikir verin, burada görürsünüz. Çünki mənfi yükə qüvvə xətləri daxil olur. Müsbət yükdən xaric olur. Müsbət yükdən uzaqlaşır. K nöqtəsindəki Y-anı qeyd etdik. Və bizə deyir ki, başqa bir mənfi yük S nöqtəsinə gətirilir. Burada tutaq ki, başqa bir mənfi yük gətirilir bu S nöqtəsinə, gətirilir. Gətirək onu S nöqtəsinə. Tutaq ki, bu gəldi bura. Mənfi yük gətirildi bura. Mənfi yük ora gətiriləndə nə olacaq? Gətirilməmişdən əvvəl, gəlin gətirilməmişdən əvvəl baxaq. Gətirilməmişdən əvvəl fi nə idi? Fi əvvəlinki K nöqtəsinə təbii ki, mənfi fi A idi. Görürsünüz, çünki mənfi yükdən gedir söhbət. Fi, daha doğrusu fi bu səfər intensivlik deyək. Əvvəlinci qiyməti K nöqtəsində bu zaman olacaq Y A ilə olduğu kimi. Çünki bu yəni intensivlik xətlərinin zaten istiqaməti mənfiyə doğrudur. Ona görə müsbət olacaq. Daha sonra dedik ki, bir mənfi yük gətirdik. Gətirdik bura həmin o mənfi yükü. Burada bu zaman nə baş verəcək? Mənfi olduğuna görə K nöqtəsindən bu tərəfə doğru gedəcək. Bu da olacaq YC. YC olacaq. Çünki bu da mənfidir. Bunun da intensivliyi özünə daxil olur. O zaman nə edirik? Baxın, sonraki qiymətlərinə. Məsələn, Y sonra K nöqtəsində bərabərdir nəyə? Buradan A-dan S-ni çıxacaq. Çünki əks istiqamətlərədir. O da belə qiymət verilmədiyinə görə elə yazacaq, azaldı. Azalacaq yəni. Əvvəl YA idi, sonra oldu YA açıq S. Belə olacaq. Sonra fiyə baxırıq. Fi sonraki qiymət K nöqtəsində burada necə olacaq? Burada mənfi idi də fi A, düzdürmü? Fi A mənfi idi. Bunun üzərinə mənfi fi S gələcək. Bu da olacaq nə? Mənfi fi A üstə gəlinsin, fi S. Qarşıda mənfi olduğuna görə artım olsa belə azalma sayılır. Ona görə yazırıq. Belə edim. Azalacaq. Elə azal yazıram, siz anlayarsınız. Keçib 5-ci xüsusi hala. Burada isə deyir ki, mənfi bu QA yükünün yaxınlığındakı S nöqtəsinə müsbət yük gətirilərsə, K nöqtəsindəki fi artacaq, intensivlik artacaq, hər ikisi artacaq. Burada mənfi bir yük qeyd edirik. Tutaq ki, bu QA, yenə deyirəm, bərabərdir. Tutaq ki, mənfi 4Q, məsələn. Bunu qırıq-qırıq xətlərlə qeyd edək. Buradakı C-dir, buradakı K-dır. Tutaq ki, bunların hər birinin məsafəsi də R-dir. Tutaq ki, və bizə deyir ki, bu, tutaq ki, K nöqtəsindən bunun intensivliyi belə YA olacaqdır. Çünki özünə daxil olacaq. Mənfidə məlum məsələdir ki, bu mənfidir bu cisim.
mənfi yüklüdür. K nöqtəsinin intensivliyini qeyd edirik. Burada əvvəlcə, yəni bu elə bil ki, dedik ki, müsbət gətirilir də, müsbət yük gətirilir. O gətirilməmişdən öncə necə olacaq? Əvvəlcə deyək, Y əvvəl K nöqtəsində bərabərdir. Nə ilə? Y A-ya. Orada qeyd edilib. Fi necə olacaq? Bəs fi əvvəl K nöqtəsində olacaq mənfi fi A. Çünki mənfiyə yaxınlaşdıqca axı onun üçün tərs bir şeydir bu. Bununki müsbətdir də. Müsbət tərəfdə daha çox olur potensial. Daha sonra gətiririk müsbət bir yük bura. Gətirdik yükü, qoyduq bura C nöqtəsinə. Bu da oldu nə? QC qeyd edirik. Bununki necə olacaq K nöqtəsi? Bununki də özünə daxil olacaq da. Bu da olacaq YC. Yox, bu müsbət deyil. Bu mənfi deyil. Biraz diqqətsizlik elədim mən. Bu cür primitiv bir şey. Mən niyə belə etdim? C nöqtəsindən uzaqlaşacaq buradan. Uzaqlaşacaq. Özdə ki, gəlin bunu biraz buradan çəkək. Ayrılsın ki, biz qoyaq. Bu da olacaq YC. Düzdürmü? Aha. Bu da ki, tutaq ki, müsbət Q-də hər hansı bir Q olsun, fərq etmir. İndi sonraki qiymətlərə baxaq. Y sonra K nöqtəsində. Necə olacaq K nöqtəsində Y sonra? YA eyni istiqaməti olur da. Fikir verin, bu qədər də olsa, yəni eyni istiqamətədir. Bu da bu tərəfədir, bu da bu tərəfədir. Ona görə YA üstə gəlinsin. Y C. Demək artacaq. Daha sonra Y sonra, yəni Y yazıram, bu səfər fi yazmalıyam. Fi sonra K bərabər olacaq nəyə? Burada mənfi fi A-dır. Əvvəl mənfi fi A-dır, sonra üstünə fi C gəldik. Burada da artdı. Çünki əgər çıx olsaydı, mənfi olan bir kəmiyyətin miqdarı artsaydı, mənfinin miqdarı artsaydı, azalma sayılardı. Amma burada fi S çıx fi A olacaq. Ona görə bu da artdı yazılacaq. Aha, xüsusi hallardan bu qədər. İndi keçək növbəti başlığımıza.